Heç olub ki, bəzən ürək döyüntüsü, əllərin titrəməsi, boğazda quruluq, sürətli nəfəs alma, ölüm qorxusu və bu kimi əlamətləri eyni anda yaşadığın bir vəziyyətdə olmusan. Bəlkə də mənim sualıma hə cavabı verdin və həmin anda həkimə aid bir problemin olduğunu düşünmüsən və yaxud da kardioloqa müraciət etmisən, vəziyyətinin nə ilə bağlı olduğunu təyin edə bilməmisən. Bəlkə də həmin vəziyyətin panik atak olduğunu düşünmüsən, amma çıxış yolunu harda axtaracağını bilməmisən. Bəli, mən bu gün sizə panik atak haqqında danışacağam. Panik atak haqqında heç yerdə eşitmədiyiniz, doğru bildiyiniz yanlışların cavabını bu videoda öyrənmiş olacaqsınız. Olaraq panik atak haqqında doğru bilinən yanlışlar haqqında qısaca məlumat vermək istəyirəm. Panik atak geniş yayılmış problemlərdən biridir və bəzən bundan məlumatsız olan həkimlər və digər ixtisas sahibləri, bundan əlavə bu problemlə əziyyət çəkən şəxslər bunu başqa xəstəliklərlə qarışdırırlar. Sıradan bir qorxu panikasını və yaxud da təşviş panikasını panik atakla qarışdıranlar var və yaxud da panik atakı infarkt olma riskindən qarışdıranlar var. Bunu təkcə panik atak yaşayan insanlar yox, hətta dırnaqarası savadlı həkimlər deyir, xəstə panik atakla bağlı müraciət edən xəstəyə nevroloq və yaxud da kardioloq ona uyğun şəkildə müalicə təyin edir. Halbuki panik atak həkimin, nevroloqun müalicə edəcəyi bir problem deyil. Gəlin görək panik atak nədir və biz onu digər pozuntulardan necə fərqləndirə bilərik, necə müəyyən edə bilərik ki, panika nədir, panik atak nədir, təşviş zamanı rast gəldiyimiz o panik reaksiya nədir? Panik atakın tərifini qısaca bu şəkildə demək olar. Bir insanda vegetativ, yəni somatik, bədənsəl olaraq, həmçinin düşüncə olaraq müəyyən əlamətlərin bir arada toplanmasını təmin edən təşviş hücumudur. Yəni panik atak zamanı bizim bədənimizdə müəyyən əlamətlər olur, həmçinin düşüncəmizdə ölüm qorxusu olur. Bu onun əsas əlamətlərindən biridir. Hansı əlamətlər var? Mən tez-tez bu əlamətləri sadalayacağam. Əgər bu videonu izləyən şəxs sən panik atak olduğunu düşünürsənsə özündə, bu əlamətlərə diqqətlə nəzər yetir. Bu əlamətlərdən ən azı 4-ü səndə varsa, bir psixoloqa və ya da psixiatra müraciət etməyin tövsiyə. Birincisi, ürək döyüntüsünün artması. İkincisi, tərləmə. Üçüncüsü, nəfəs darlığı və nəfəsin sürətlənməsi. Üçüncüsü, boğazda sıxılma hissi, sanki boğazdan hava keçmir. Beşincisi, tərləmə. Altıncısı, sinədə ağrı və ağırlıq. Ürək bulanma və qarın nahiyəsində narahatlıq. Səkizincisi, baş gicəllənmə, ürək bulanma. 9-cu, reallıqdan uzaqlaşma. Sanki ətrafı bulanıq şəkildə görürsən, öz bədənini hiss etmirsən. 10-cusu, nəzarəti itirmək qorxusu. 11-cisi, ölüm qorxusu. 12-cisi, uyuşma, bədəndə sanki iynə batırmış kimi bir hissin yaranması. Və dedim ki, bu əlamət digər təşviş pozuntularında, həmçinin qorxu reaksiyasında, yəni real qorxu reaksiyasında özünü göstərə bilər. Burada əsas fərqləndirilən xüsusiyyətlərdən biri ölüm qorxusunun olmasıdır. Yəni bu kimi əlamətlər hamısı bütöv şəkildə eyni anda sizdə başlayır. Somatik olaraq ürək döyüntünüz artır, nəfəsiniz daralır və s. Həmçinin düşüncənizdə mən indi öləcəm, bu dəqiqə ürəyim dayanacaq kimi fikirlər yaranır. Bu panik atakı digər təşviş pozuntularından fərqləndirən əsas əlamətlərdən biridir. Başqa bir xüsusiyyət isə panik atakı digər pozuntulardan fərqləndirən xüsusiyyət. Panik atakın anlıq olaraq səbəbsiz yerə başlamasıdır. Yəni siz oturub çay içirsiniz, misal üçün o anda da panik atakınız tuta bilər. Və yaxud da yol gedirsiniz, anlıq olaraq heç bir şey baş verməyib, amma birdən-birə panik atak sizi tutur və müəyyən müddət aralığında bu davam edir, ondan sonra yavaş-yavaş azalır. Təşviş pozuntularında, digər təşviş pozuntularında, misal üçün generalizə olmuş təşviş pozuntusunda bu şəkildə deyil. Siz gələcəklə bağlı mütəmadi olaraq zihninizdə ssenarilər qurursunuz və bu ssenariləri qurduğunuz anda o panik reaksiya yaranır, əlləriniz titrəyir, sanki özünüzü bir tikan üzərində hiss edirsiniz. Qorxulara gəldikdə isə qorxuların konkret obyekti olur. Məsələn, siz yolu keçən zaman bir maşın yaxınlaşırsa sizə, təbii ki, o maşının sizi vurma ehtimalı var, siz orada yaralana bilərsiniz, həyatınızı itirə bilərsiniz. Ona görə də bədən sağlam şəkildə bir reaksiya verir. O da panik atakın əlamətləri kimi özünü göstərə bilər. İndi keçirik bu möhtəşəm pozuntunun səbəblərinə. Nədir bunun səbəbi? Siz yəqin ki, əgər panik atakdan əziyyət çəkirsinizsə, bunu araşdırmısınız, psixoloqların fikirlərinə də qulaq asmısınız və yaxud da internetdə özünüz dərin şəkildə araşdırma aparmısınız, müəyyən kitablar oxumusunuz. Amma mən burada onun ən əsas səbəbini qeyd edəcəm. Hansı ki, orada fərqli səbəblər göstərilə bilər. Nə bilim, ölüm hadisəsinin baş verməsi, keçmiş travmalar və s. belə ümumi şəkildə göstərilir. Amma panik atakın bir mənalı səbəbi gələcəyin qeyri-müəyyənliyi və keçmişə emosional bağlantıdır. Yəni ki, hansısa bir situasiya baş verir və o situasiya əslində bizdə keçmişlə bağlı bir emosional bağlantı yaradır. Bundan əlavə gələcəklə bağlı təşvişli düşüncələr formalaşdırır. Və burada başlayır insan bədəni bu şəkildə reaksiya verməyə. Yəni panik atakın bir mənalı səbəbi budur.
Belə demək mümkünsə, hansısa bir hadisə bizdə pozuntu yaratmır. Biz sadəcə keçmişdə hansısa bağlantılar əsasında zehnimizi şəkillendiririk. Baş vermiş hadisə isə orada bir tətikləyici rolu oynayır, stimul rolunu oynayır. Yəni hadisə baş verir, sanki o keçmişdəki yaranı bir növ üzərini açır və başlayır bizdə düşüncələrimizdə dəyişikliklər özünü göstərməyə. Misal üçün məndə bir danışan olub, panik atakdan uzun müddət əziyyət çəkirdi. Nə qədər həkimlərə gedib, kardioloqa müraciət edib, nevroloqa müraciət edib. Təbii ki, dərmanlar vasitəsilə müəyyən qədər sakitləşmişdi. Amma dərmanlar çıxış yolu deyil. Bu şəxsdə öz anasını itirəndən sonra panik atak özünü göstərməyə başlamışdı və 3 aydan artıq idi. Artıq panik atak onda daha doğrusu 3 ildən artıq idi. Panik atak onda davam edirdi. Və biz müəyyən etdik ki, əslində anası ilə emosional olaraq çox bağlı bir insan olub və anasını itirəndən sonra zehnində gələcəklə bağlı negativ fikirlər yaranıb. Yəni qeyri-müəyyən fikirlər yaranıb ki, gələcəkdə mən necə olacağam, mən gələcəyimi necə quracağam şəklində. Əslində bəzən insan bunun özü fərqində olmur. Yəni bu düşüncələr birbaşa şuuraltının istehsal etdiyi düşüncələr olur. Amma insan həmin hadisələri təhlil etdikcə, ora baş vermiş situasiyaya yanaşma tərzini müəyyən etdikcə ona tam şəkildə aydın olur. Təbii ki, bu da psixoloqun nəzarəti altında baş verir. Gəlin qısaca olaraq mən müalicə metodlarından danışım. Çünki sizə ən vacib olan hissə düşünürəm ki, budur. Təbii ki, səbəbi müəyyən etdikdən sonra müalicə metodları haqqında danışmaq olar. Hər şəxsə görə səbəblər fərqli ola bilər. Dediyim kimi, ən ana səbəb keçmişə emosional bağlantı və gələcəyin qeyri-müəyyənliyi olur. Yəni insan zehninin strukturunda bu sxem yer alır panik atak pozuntusunda. Amma hansı hadisə, hansı situasiya insanda bunu yaradıb? Emosional bağlantı nə ilə bağlıdır? Keçmişdə olan hansı məqamlarla bağlıdır? Bu fərddən fərdə görə dəyişir. Buna görə də panik atakın müalicəsində ən vacib olan məqamlardan biri budur. Siz nə kardioloqa, nə nevroloqa müraciət etmirsiniz. Çünki onlar bu pozuntunu aradan qaldıran şəxslər deyil. Siz müvəqqəti olaraq bu pozuntunu sakitləşdirmək istəyirsinizsə, həmin əlamətlər üzərində kimisə işləməsini istəyirsinizsə, təbii ki, müraciət edə bilərsiniz. Onlar sizə müəyyən keydici dərmanlar yaza bilərlər. Amma pozuntunun əsl səbəbini psixoloq həll edir. Psixoloqa müraciət edərək siz zehninizdə gedən o proseslərə nəzər salacaqsınız. Orada gedən o qarışıqlığı təyin edəcəksiniz, dərk etməyə çalışacaqsınız və nəticədə həmin o pozuntu da yavaş-yavaş sizdən azalacaq. Yəni pozuntunun səbəbini aradan qaldırmasanız, o pozuntunu bir dəfəlik aradan qaldırmaq mümkün deyil. Müalicə strategiyasını ilk olaraq bədənin rahatlamasına bağlı texnikalar biz tətbiq edirik. Hansı ki, burada nəfəs texnikaları ön planda dayanır. Çünki insan bədəni gərgin olur, nəfəsini düzgün tənzimləməsə, həmin əlamətlər daha da güclənir və insan panik atak anında özünü itirir. Lokal terapiyada isə kognitiv davranış terapiyasından istifadə olunur. Hansı ki, ölümlə bağlı gələn düşüncələrin təhlili, insan o anda elə düşünür ki, bu dəqiqə ürəyi dayanacaq və öləcək. Əgər panik atak haqqında yetəri qədər bilgili olsa və oradakı düşüncələrini inkar edəcək fikirlər tapsa, təbii ki, müəyyən qədər bu onun əhval-ruhiyyəsinə təsir göstərəcək. Dərin terapiyada isə biz psixodinamikadan istifadə edirik. Bundan əlavə, meta-təhlil panik atakın müalicəsində çox effektiv üsullardan biridir. Meta-təhlil nə deməkdir? Mən qeyd etdiyim kimi, panik atakda keçmişə emosional bağlantı və gələcəyin qeyri-müəyyənliyi əsas planda dayanır. Meta-təhlil isə bugün baş vermiş o situasiyadan başlayaraq həm keçmişi, həm də gələcəyi araşdırır. Misal üçün, mən bayaq qeyd etdiyim danışanımda belə bir vəziyyət yaranmışdı. Hansı ki, anasını itirdikdən sonra o situasiyadan sonra panik atak yaranmışdı və bəlli oldu ki, o şəxs anasına emosional baxımdan çox bağlıdır və anam yanımda da, mən güvəndəyəm, gələcəyimlə bağlı heç bir problem ola bilməz. Yəni anam mənim yanımdadır, o mənə dəstək olur. Burada təkcə maddi dəstək nəzərdə tutulmur. İnsan emosional olaraq başqasından asılı vəziyyətdə ola bilər. Mənim təqdir ehtiyacımı anam qarşılayırdı, mənim mənəvi ehtiyacımı anam qarşılayırdı, o mənə dəstək olurdu. Mən tutaq ki, az pul qazananda anam həmişə mənə anlayışla yanaşırdı və s. Bu kimi fikirlər təbii ki, anasını itirəndən sonra insanın beynində fərqli şəkildə təzahür etməyə başlayır. Yəni artıq o yoxdur. Artıq o olmayandan sonra mənim bu ehtiyaclarım da qarşılanmayacaq. Mənim gələcəyim, taleyim necə olacaq? Baxın, şuursuzluqda bu təhlükə kimi anlaşılır. Bir qeyri-müəyyənlik yaradır. Yəni mən bilmirəm mənim gələcəyim necə olacaq. Və belə bir vəziyyətdə də başlayır insanın bədənində belə bir reaksiyalar yaranmağa, yəni panik atak əlamətləri özünü göstərməyə. Təhlil zamanı biz o keçmişdəki emosional bağlantıları araşdırırıq. İnsanın digər o hadisə ilə bağlı yaşanmış məqamda keçmişlə necə bir əlaqəsi var, necə bir bağlantısı var, insan hansı
ehtiyaclarına görə keçmişdəki hadisələrə o qədər bağlantılıdır. Nə üçün insan psixikasına o hadisələr bu şəkildə təsir göstərir? Bunu araşdırdıqdan sonra təbii ki, gələcəklə bağlı düşüncələr üzərində işlənir. Yəni o keçmişdəki hadisə gələcəyə necə təsir göstərir? O situasiyanın sənin zehninə, sənin iradənə necə bir təsiri var? Bunlar təhlil olunduqdan sonra panik atak yavaş-yavaş aradan qalxır. Təbii ki, dərman müalicəsi burada ön planda ola bilər. O halda ki, panik atakın şiddəti çox güclüdür və insan özünü idarə etməkdə artıq çətinlik çəkir. Orada dərman müdaxiləsi vacibdir. İnsan müəyyən qədər sakitləşsin və təhlilə hazır olsun. Əks halda siz 6 ay, 7 ay, hətta 2 ildən artıq nevroloqa mütəmadi müraciət edib nəticə almayan şəxslər tanıyıram. İnanın ki, nəticə almırlar onlar. Sadəcə vəziyyəti müəyyən qədər idarə edirlər. Nəticə almaq isə psixoloqun işidir, klinik psixoloqun işidir. Siz klinik psixoloqa müraciət etsən və bunu işləyəcək protokol ondan tələb etsəniz, nəticənin özünüz şahidi olacaqsınız. Ümid edirəm ki, bu bilgilər sənin üçün faydalı oldu. Panik atakla bağlı mənim tez-tez ödənişli seminarlarım olur. Əgər seminarlara qatılmaq istəyirsənsə, Instagram hesabımı burada qeyd edəcəm. Keçid edərək Instagram hesabımı izləyə bilərsən. Orada seminarların linkini mən paylaşıram. Linkdən keçid edərək isə seminarlara qatıla bilərsən. Təşəkkür edirəm videonu bura qədər izlədiyiniz üçün. Növbəti videolarda görüşərik. Səhifəmə abunə olmağı, videonu dostlarınla paylaşmağı və bəyənməyi unutma. Hələlik.